Düz xəttin tənliyi hansıdır uşaqlar? Y bərabərdir kx plus b-yə düz xəttin tənliyi deyilir. Ha burada nədir uşaqlar? Bucaq əmsalıdır. Bucaq əmsalıdır. K bərabərdir nəyə? Tangens alfaya. Buna nə deyilir uşaqlar? Tangens alfa deyilir. Və yaxud tan alfa yazılır. Əvvəllər tc alfa yazılırdı. İndi tan alfa yazılır. Y bərabərdir k1 x1 plus b1. Y bərabərdir k2 x2 plus b2 nədir? Düz xəttin tənliyidir. Uşaqlar, onu da deyim, k1 k2-yə fərqli olursa kəsişir, yəni b1 də b2-dən fərqli olursa, k1 k2-yə bərabər olursa, b1 də b2-dən fərqli olursa paraleldir. K1 k2-yə vurulursa mənfi 1-dirsə, onda perpendikulyardır. Bax, bu üç şərti sizdən soruşacağam. Uşaqlar, indi nömrə 1-də 3x çıx 10y bərabərdir nəyə? 74-ə. Tənliyinin qrafik üzərində götürülmüş nöqtənin apsisi 28-dir. Apsis nədir uşaqlar? X-dir. Baxın, bu y-dir, bu x xəttidir. Buna ordinat xətti deyilir. Buna apsis xətti deyilir. Apsis x-dir. X-i nəyə bərabərdir uşaqlar? 28-ə bərabərdir. Harda x var, yerinə nə qoyacam? 28 qoyacam. 3 ilə x-in arasında heç nə yoxdursa vurma var. Bərabərdir. Neçə olur uşaqlar? 74 olur. 3-4 yazaq 2 yadda 84 çıx 10y bərabərdir nəyə? 74-ə. 10y bərabərdir 84-dən çıxıram 74-ü. 0, 10, y bərabərdir. Neçə düşür uşaqlar? 1 düşür. Deməli, mənim ordinatım neçə olacaq? Ordinat y-dir. 1 olacaq. Olur hansı variant uşaqlar? A variantı. İndi uşaqlar, düz xəttin tənliyi. Uşaqlar, indi mənfi 5x plus 9y bərabərdir 50 verilibsə, bir ordinatı 10-dur. Ordinat nədir? Y-dir. Y 10-dur. Harda y var? Yerinə nə qoyacam? 10 qoyacam. 9 vur 10 bərabərdir 50-yə. Mənfi 5x plus 90 bərabərdir 50-yə. Mənfi 5x bərabərdir mənfi 40-a, x bərabərdir 8-ə. Olur hansı variant? Y variantı. Mənim də apsisi soruşurdu. Baxağın, nömrə neçəyə uşaqlar? 3-ə. Nömrə 3-də bizə verib ki, uşaqlar, y bərabərdir mənfi 3x plus nəyə? 2-yə. 3x düz xəttinə paraleldir. Paraleldir deyəndə K1 K2-yə nə olmalıdır? Bərabər olmalıdır. K1 K2-yə bərabər olmalıdır. B1 də B2-dən fərqli olmalıdır. Paralel deyəndə, bax o şərti sizdən soruşacağam. Deməli, mənfi 3 bərabərdir nəyə? K2-yə. Mənfi 3 harda var? Mənfi 3 olmalıdır. K1 K2-yə bərabər olmalıdır. Deməli, A variantında var. Keçəyin nömrə neçəyə? 4-ə. Nömrə 4-də bizə deyir ki, nömrə 4-də y bərabərdir 5x çıx 23. Düz xəttinə paralel olan düz xəttin tənliyini yazın. Tənliyini tapın. Uşaqlar, indi paralel deyəndə nə edəcəm? Düz xəttinə paralel. Nə edəcəm uşaqlar? K nəyə bərabərdir buradan? Y bərabərdir kx plus b deyilmi? K buradan nəyə bərabərdir? 5-ə. B nəyə bərabərdir? Mənfi 23-ə. İndi K bərabərdir 5 harda var? D variantında var. Y bərabərdir
5x düsturundan hesablayacağıq. Sonra koordinat başlanğıcından keçirsə, B nədir? Sıfırdır. B, y-i bildirir. Yadında saxlayın. Funksiyalar dərsində keçəcəm. B, y-i bildirir. Deməli, B sıfırdırsa, y-im də sıfır olur. Deməli, burada sıfır qoyanda olur 5x. Koordinat başlanğıcından keçəndə. Nömrə 5-ə baxalım. Ax plus by bərabərdir nəyə? AB-yə. 60 dərəcəli bucaq əmələ gətirir. Tangens alfa nəyə bərabərdir? 60 dərəcəyə bərabərdir. Bir də tangens alfanın 60 dərəcədəki qiymətini əzbərləyin. Kök altda 3-dür uşaqlar. İndi A bölünsün B nisbətini soruşur bizdən. Y bərabərdir kx plus B-dir tənliyi. Deməli, buradan y harda var? B-in yanında var. B-nin yanında var. B-i tapanda AB çıxılsın nə olur? AX olur. B-y bərabərdir. Alar çıxır. B çıxılsın nə qalır? X qalır. Və yaxud y tapanda nə olur uşaqlar? Y tapmalıyıq da. Axı burada y tapıbdır. Y bərabərdir. AB-ni nəyə bölürəm? B-yə bölürəm. AX-ı nəyə bölürəm? B-yə bölürəm. Bərabərdir. B-lər gedir. A çıxılsın. A vurulsun. X bölünsün. B qalır. Və yaxud A bölünsün B mənfi A bölünsün B. X plus A. Bu nədir? Kx plus B. Düz xəttin tənliyini aldım. İndi A bölünsün B-nin yerinə K nəyə bərabərdir? A bölünsün B-yə bərabərdir. Mənə də deyir ki, bucaq əmsalı tangens alfadır. Yəni 60 dərəcədir. Alfa 60 dərəcədir. Bu da nəyə bərabərdir? Kök altda 3-ə bərabərdir. Yəni isbat elədim ki, K A bölünsün B-dir. Sonra nömrə 6-ya baxalım. Uşaqlar, AX plus BY bərabərdir. Nə verib? AB verib. Y bərabərdir KX plus B-dir. Düz xəttin tənliyi düsturu. Uşaqlar, indi Y-i tapmalıyam. BY bərabərdir. AB çıxılsın AX-a. Uşaqlar, Y tapanda AB-ni nəyə bölürəm? B-yə bölürəm. AX-ı nəyə bölürəm? B-yə bölürəm. Uşaqlar, bərabərdir. B-lər gedir. A çıxılsın, A bölünsün, B, X qalır. Uşaqlar, Y bərabərdir. Mənfi X birinci gəlməlidir. Axı, burada X birinci gəlir. Mənfi A bölünsün, B, X plus A verilir. Uşaqlar, K nəyə bərabərdir? Mənfi A bölünsün, B-yə bərabərdir. K bərabərdir. K neçədir uşaqlar? Tangens 45 dərəcədir. Tangensin 45 dərəcəki qiymətini bilin. 60 dərəcədə kök altda 3-dür. 45 dərəcədə 1-dir. Deməli, A bölünsün B, mənfi A bölünsün B bərabərdir nəyə? 1-ə. Bərabərdir 1-ə. Tangensin mənfi A bölünsün B bərabərdir 1-ə. İndi dəyişən də mənfi ola bilməz. A bölünsün B bərabərdir mənfi 1-ə. Bizdən də B bölünsün A-nı soruşur. Bunun da tərsi ilə 1 bölək 1-dir. Yəni mənfi 1-dir yenə. Başa düşdünüzmü uşaqlar? Olur hansı variant? A variantı. Bunu bir də izah edebilirsiniz. Bax, nömrə 6-da bizə deyir ki, nömrə 6-da AX plus BY bərabərdir nəyə? AB-yə. Tangens 45 dərəcədə nə qiymət alır? 1 qiymət alır. Uşaqlar, düz xəttin tənliyini deyin görüm. KX üstə gəlinsin nədir? B-dir.
Uşaqlar y bərabərdir. Y harda var? B-nin yanında. BY nəyə bərabərdir? AB çıxılsın AX-a bərabərdir. Uşaqlar, vurmadsa y-i tapanda aşağıda nə olur? Bölmə olur. Bölürəm AX-ı nəyə? B-yə. Bərabərdir. B'lər ixtisar gedir. A çıxılsın, A bölünsün, B vurulsun, X olur. Y bərabərdir. Uşaqlar, X birinci gəlməlidir axı. Y bərabərdir. Mənfi A bölünsün, B, X üstə gələk nədir? Bunun qabağında nə var yazım? Üstə gələk. Üstə gələk A-dır. Uşaqlar, K-nın yerinə nə durur? Mənfi A bölünsün, B durur. Mənfi A bölünsün B. K bucaq əmsalıdır. Bucaq nəyə bərabərdir? Tangens alfaya. Mənfi A bölünsün B. Tangens 45 dərəcədə nə olur? 1 olur. Mənfi A bölünsün. Bizdən də B bölünsün A-nı soruşur. Mənfi B bölünsün A nəyə bərabər olur? 1-ə bərabər olur. Bəs B də mənfi ola bilməz. Mənfisini nəyə verir? 1-ə verir. Olur nə? Mənfi 1. Hansı variant olur? A variantı olur. Nömrə 7-yə baxağın. Nömrə 7-yə baxağın. A 5 mənfi 2. B mənfi 4 10. Nöqtələri arasındakı məsafəni tapın. AB məsafəsi nə deməkdir? Uzunluq deməkdir. Məsafə deməkdir. Ümumiyyətlə, nə deməkdir? Parçanın düsturu. Hansı düsturla hesablanır? X2 çıxılsın, X1-in kvadratı plus Y2 çıxılsın, Y1-in kvadratı düsturundan hesablanır. Uşaqlar, bu X1-dir, bu Y1-dir, bu X2-dir, bu Y2-dir. Ondan çıxacam nəyi? 5-in mənfi 4-dən nə yazıram? Mənfi 4-dən, X2-dən X1-i çıxıram. Mənfi 4-dən çıxıram 5-in kvadratını. Ondan çıxıram nəyi? Mənfi 2-nin kvadratını. Bərabərdir. Mənfi 4, mənfi 5. Mənfi 9, mənfi 9-un kvadratı 81. 12 elədi 12, bu da elədi 144. Bu elədi 225. Bundan da nə çıxır uşaqlar? 15 çıxır. Deməli, cavabım neçə olacaq? 15 olacaq. Olur D variantı. Sonra nömrə baxağın neçəyə uşaqlar? 8-ə. Hansı kitabdır bu? Hə? Hansı kitabdır? İkinci hissə test toplusu. Uşaqlar. Səhifənin müəllimlərə nəfərdir? 220. 220-də. Nömrə 8-də deyir ki, tapdınmı? 2 çıxılsın. M, X, üstə gələk 4, MY, çıx 6 bərabərdir. Nəyə? 0-a. OX oxu üzərindədir, deyir. OX oxu üzərindədirsə, OX oxu üzərində deyəndə Y 0 olur. OY oxu üzərində deyəndə X 0 olur, uşaqlar. Başa düşdünüzmü? İndi Y-i nə götürəcəm? 0 götürəcəm. 2 çıxılsın, M vurulsun, X, 4-ü 0-a vuranda 0, çıx 6 bərabərdir. Nə olur? 0 olur. İndi nə edəcəm? X-i tapacam. 2 çıxılsın, M, X bərabərdir. Nəyə? 6-ya. X bərabərdir. Vurma da aşağıda bölümü olur. 6-nı bölürəm, 2 çıxılsın M-ə. Sonra yazıram düz xəttin ikinci tənliyini. 3 M X üstə gələk 4 M çıx 1 Y plus 2 bərabərdir. Nəyə? 0-a. OX oxu deyirsə, Y-i nə götürəcəm? 0 götürəcəm. Y-i nə götürürəm? 0 götürürəm. Onda 3mx bərabərdir. Nə olur? Mənfi 2 olur. X da bərabərdir. Mənfi 2-ni nəyə bölürəm? 3m-ə bölürəm. X-i da buradan tapdım. İndi bunları bərabərləşdirək. Çünki deyir ki, düz xətlərin kəsişmə nöqtəsi.
bərabərləşdirəsik. 6 bölünsün 2 çıxılsın m bərabərdir -2 bölünsün 3m-ə. İndi uşaqlar, bunu çarpaz vururam. 18m bərabərdir 4 çıxılsın 2m-ə. 2m bərabərdir 18m çıxılsın 2m bərabərdir 4-ə. 16m bərabərdir 4-ə. Vurma da aşağıda bölümü olur. 4-ü 16-ya bölürəm. 4-də 1 olur. Bu da nəyə bərabər olur uşaqlar? 0,25-ə bərabər olur. Düz deyilmi? Müəllim, o səhifəni atardınız da. 220-ni. Yaxşı. PDF-i var da müəllim. Hə, atın da. Zəhmət olmasa atın. Atmışsınız da. Bir də təzədən atın zəhmət olmasa. Yaxşı. Aha. Sonra baxağın nömrə neçəyə? 9-a. Nömrə 9-a. 4x plus 3y bərabərdir 7. Düz xəttin bucaq əmsalını tapın deyir. Düz xəttin bucaq əmsalını tapın deyir. Uşaqlar, y bərabərdir kx plus nədir? B-dir. Y-i tapmalıyam. Yəni y bərabər olmalıdır. 3y bərabərdir 7 çıxılsın nəyə? 4x-a. Uşaqlar, vurmadır. Aşağıda y-i tapmalıyam. 7-ni bölməliyəm 3-ə. 4x-i bölməliyəm 3-ə. Y bərabərdir. Uşaqlar, birinci x gəlir. Ona görə -4 bölünsün 3x plus 3-də 7 olur. Düz xəttin tənliyi nə olur? Belə olur. Burada bucaq əmsalı k-nın yerinə nə durur? -3-də 4 durur. Düzəltdim də. -3-də 4 durur. Olur hansı variant? B variantı. İndi nömrə 10-a baxın. Nömrə 10 da buna aiddir. Uşaqlar, 2x plus 3y bərabərdir. Neçə verib? 5 veribdir. Düz xəttin bucaq əmsalı. Y bərabərdir. Kx plus b düz xəttin tənliyidir. Uşaqlar, indi 3y bərabərdir 5 çıxılsın. Nə olacaq? 2x olacaq. Vurmadır. Aşağıda bölümü olur. 5-i bölürəm 3-ə, 2-ni bölürəm 3-ə, x olur. Y bərabərdir -3-də 2x plus 3-də 5 olur. Uşaqlar, k-nın yerinə nə durur? -3-də 2 durur. -3-də 2 harda var? D variantında var. Sonra baxağın nömrə neçəyə? 11-ə. Nömrə 11-də belə bir şəkil veribdir bizə. X. Deməli, burada da belə B -1, 4 veribdir. Düz xəttin tənliyi hansıdır deyir. Düz xəttin tənliyi hansıdır? Uşaqlar, bu belə nə deməkdir? Bu y oxudur, bu x oxudur. Y-i kəsibmi burada? Kəsməyibdir. Deməli, sabitdir. Sabitdir. Bu x-i bildirir, bu y-i bildirir. X-im nədir? -1-dir. X-im nədir? -1-dir. -1-də kəsib. Y-im nədir? 4-dür. Ancaq 4-də kəsməyibdir. Yəni, bura 4-dür. Deməli, y bərabərdir. Nə olacaq uşaqlar? Y-im sabitdir. Y-i 0 götürürəm. X-im nədir uşaqlar? X-im nədir? -1-dir. Y-im də 4-dür. Onda Y variantı. X-im -1-dir. Y-im də 4-dür. Yəni, Y sabitdir. Sabitdir. Eləcə 4-dür. Yox, 4-dür. Y-i kəsməyib. X bərabərdir, -1-dir. Qutardı getdi. Nömrə 12-yə baxalım. İndi belə bir xət verib. Koordinat oxu veribdir. Bura Y-dir.
burada x-dir. Uşaqlar, bu da nədir? A-dır, 1, 4 veribdir. Uşaqlar, x-i kəsibdir. Ancaq x-i kəsibdir. Y-im nədir burada? Y-im nədir? 4-dür. Deməli, x-im 1-dir. X-im 1-dir. 1-də kəsib, x-im 1-dir. Perpendikulyardır. X bərabərdir 1 olacaq. Vəsiyo. Y4 qiymətini götürmürəm. Çünki Y-lə bax belə olanda sabit olur Y. Y-i götürməyin. X-i götürün. Y 0-dır. Çünki Y sabitdir. 4 veribdir. Prost, yəni sabitdir da. Y-i götürməyin. Onda X-i götürün. İndi nömrə 13-ə baxalım. Nömrə 13-ə baxalım. Məsələn, belə bir xət veribdir. Y-dir. Bu da nədir? X xəttidir. İndi Y-i kəsib. Y-i kəsib, X-i sabitdir. X-i götürməyəcəksən. İndi Y-i götürəcəksən. Y-im nədir? -4-dür. Y bərabərdir, -4-dür. Çünki burada nə verib? B 1-lə nə verib? -4 verib. Bu X-dır, bu Y-dir. X-im sabitdir, götürmürəm. Y-im -4-dür. Sonra nömrə 14-ə baxalım. Nömrə 14-də belə bir şəkil veribdir. Y-dir, X-dır. Burada A 1-lə 4 verib. Bu nədir? X-dır. Bu nədir? Y-dir. İndi Y-im neçədir? 4-dür. X-im neçədir? X sabitdir. X-i götürmürəm. Y bərabərdir. Neçə götürürəm? 4 götürürəm. X-i kəsməyib. X-i götürmə. Hansını kəsməyibsə onu götürməyin. Y-i götürün. Kəsəni götürün. Kəsəni soruşur. X sabitdir. Nömrə 15-ə baxalım. 8 - 6 AX plus 4Y bərabərdir neçəyə? 32-yə. Tənliyin həlli olarsa A-nı tapın deyir. A-nı tapın. Bu nəyə bildirir? X-i. Bu nəyə bildirir? Y-i. İndi gəlin yerinə qoyağın. Arada X var, yerinə 8 qoyuram. A vurulsun 8. Üstə gələk 4 vurulsun -6 bərabərdir neçəyə? 32-yə. 8-i aya vuranda 8A, 4-ü -6-ya vuranda -24 bərabərdir 32. Çıxmadısa aşağıda üstə gəlmə olur. 32-nin üstünə 24 gəlirəm. 8A bərabərdir 56 olur. 8A vurmadır, aşağıda bölmə olur, 7 olur. Aya neçə tapdım? 7 olarsa. Deməli, B variantı 7-dir. Sonra baxağın nömrə neçəyə? 16-ya. 2x plus y bərabərdir 3-ə. 9x plus ky bərabərdir 7. Düz xətləri nədir? Paraleldir. Düz xətləri paraleldirsə, sistem tənlikdə necə götürürdük? A1-in paralellik şərti necə idi? A1-in A2-yə nisbəti bərabərdir B1-in B2-yə nisbəti fərqlidir C1-in C2-yə nisbəti. Bunu götürməyin. İndi bunu götürün. 2-nin 9-a nisbəti bərabərdir Y-in K-ya nisbəti. Y-in K-ya nisbəti. Y-lər gedir. 2K bərabərdir 9 olur. K da bərabərdir 4,5 olur. Olur hansı variant? B variantı.
Sonra nömrə baxaq neçəyə? 17-yə. 2x plus 5y bərabərdir 8-ə. Alt həddə yazıram, sistemi alıram. 3x plus ay bərabərdir 5-ə. Bunun buna nisbəti, bunun buna nisbəti. Paraleldir deyəndə, deməli 2-nin 3-ə nisbəti bərabərdir 5-in aya nisbəti götürülür. Vururam, 2a bərabərdir 15-ə, a da bərabərdir 15 bölünsün 2-yə, olur neçə? 7,5-ə. Yəni ki, hansı variantı olur? A variantı olur. Nömrə baxağın neçəyə? 18-ə. Nömrə 18-ə. X çıxılsın y plus 4 bərabərdir nəyə? 0-a. Ordinat oxunun kəsişmə nöqtəsi. Ordinat oxu ilə kəsişibsə x-i nə götürəcəm? 0 götürəcəm. Sabitdir. Yəni ki, o y oxunla kəsişibsə x-i 0 götürürəm. O x oxunla kəsişibsə y-i 0 götürün uşaqlar. İndi x-i 0 götürürəm. 0 çıx y plus 4 bərabərdir 0-a. Y bərabərdir nə olur? 4 olur. Y-im 4-dür, x-im 0-dır. 0, 4 harda var? D variantında var. Sonra nömrə 19 da 10-a aiddir. Köçəyin nömrə neçəyə? 20-yə. X plus ay bərabərdir nəyə? 5-ə. Qrafiki ordinat oxunu kəsmir deyir. Ordinat oxunu kəsmir deyir. Baxın, dayanın, bunu kaydı dayanın.